Deməli, zərf birinci sualdan başlayaq. Hansı cümlədə kökü zərf olan sifət işlənib? Oğullarımız igidcəsinə vuruşdular. Kökü zərf olan sifət burada igidcəsinə sözünün özü zərfdir, kökü sifətdir, yəni tərsinə oldu burada. Həmişəlik onlar bura gəlir, həmişəlik zərfdir, amma eyni zamanda da kökü də zərfdir. Bildirici hadisə bildirici sifətdə hansı hadisə bildirici? Bildirici sifətli kökü bildir zərfidir. Cavab C variantıdır. Dostyana sözü zərfdir. Bizimki sözü isimdir. Ona görə də 1-ə C, 2-də hansı cümlədə zərf yoxdur? Duzdan bir qədər götürüb. Burada götürüb feildir. Duzdan bir qədər götürüb feil olduğu üçün bir qədər burada zərfdir. Sənin az danışanlı, danışan feili sifətdir, az sözü yenə zərfdir. Yayda baş tutan yoldaşlıq, nə zaman yayda? Yayda sözü zərfdir. Zaman zərfidir, düzəltmədir. Son texnoloji inkişafdan sonra burada qoşmadır, qoşma. Havadakı sözü sifətdir. Çirklilik miqdarı artmışdır. Cavab D variantıdır. D variantında deməli, zərf yoxdur. Onun bu barədə çox danışması məstərdir. Çox sözü burada zərf olacaq. Deməli, 2-də D variantı. 3-cü sual. Məntiqi ardıcıllığı tamamlayan. 3-cü sualda məntiqi ardıcıllığı da. İndi zaman zərfi, yazda zaman zərfi, ara bir zaman zərfi. İndi fikir verin. İndi sadə. Yazda düzəltmə, ara bir mürəkkəb. Bura sadə olmalıdır. Yayda düzəltmədir. Bu hissiyədə mürəkkəb olmalıdır. Daim sadədir, amma daimi getdi. Çəpəki düzəltmədir, getdi. Biz sadə tapmalıyıq öncə. Bildir, sadədir, uyğundur, amma dəfələrlə düzəltmədir, C-də uyğun deyil. İnişil sadədir, sırağa gün sadədir, yenə də uyğun deyil. Yenə sadədir, günorta mürəkkəbdir. Cavab D variantı. 4-cü sual. Zərfin yazılışı və deyilişi. Rəngbərəng. 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 Fərqlənir. Bəli, fərqlənir. Ahəstə. Biz nəyi tapırıq? Biz uyğunluğu tapırıq. Rəngbərəng fərqlənir, amma rəngbərəng sifətdir, biz zərf tapmalıyıq. Mən tələffüzü heç gərək yazmayaydım bunu. Biri sildim. Ahəstə. Ahəstə fərqlənir. Nə tərzdə? Necə? Burada uzanır. Ahəstə fərqlənir. İçini götürdük. Vaxt aşırı fərqlənir. Vaxtı aşırı fərqlənir. 3-ü də götürürəm. Yol üstü fərqlənir. Yol üstü. Yol üstü fərqlənir. Canla başla fərqlənir. Canla başla fərqlənir. Amban fərqlənmir. Deməli, 2, 3, 6 A variantı. 4-də. Bunları silək. Videonu dayandırıb tələffüz formalarını qeyd eləyə bilərsiniz. Hansı cümlədə tərzi hərəkət zərfi var? Dəfələrlə kəmiyyət zərfidir. Kəmiyyət zərfi. Oxudum, amma öyrənə bilmədim. Zaman bizi heç vaxt zaman zərfidir. Mən yayda babamgilə ara bir gedirdim. Nə zaman gedirdim? Yayda gedirdim. Nə zaman gedirdim? Ara bir gedirdim. O yalandan özünü tülkülüyə qoymuşdu. Nə tərzdə? Yalandan. Rüstəm ağa verdiyi vədləri nə zaman unutmuşdu çoxdan? Deməli, cavab D variantı. 6-da hansı cümlədə həm mürəkkəb zərf, həm də düzəltmə zərf işlənib?
Bu dəfə onlar da bizimlə həmişəlik gələcək. 6-da cavab A variantıdır. Bu dəfə mürəkkəbdir, həmişəlik düzəltmədir. 6-da oldu A variantı. Burada qeyd edirəm. Qonşumuz dünən sadədir, tələsik düzəltmədir. Hər dəfə mürəkkəbdir, başqa yoxdur. Göz ucu mürəkkəbdir, başqa yoxdur. Ehtiramla düzəltmədir, başqa yoxdur. Sonra keçirik 7-ci suala. Hansı cümlədə... Mən indi gəlirəm, test edirəm. 7-ci sual. Hansı cümlədə iki zərf işlənmişdir? Sərkərdə insanları ədaləti tərk etmələri üçün səyahətə çıxır. Sərkərdə insanların ədaləti dərk etmələri üçün səyahət çıxır və hər yerdə yaxşılıq edir. Yox, burada iki zərf yoxdur. İskəndər bir çox ölkələri, bir çox burada saydı. Fəth edir, sonra zaman zərfidir bir dənə. O yenidən Yunanistana qayıdır. Yenidən də zərfdir. Cavabımız B variantıdır. Bayaq bir dənədir. İskəndər Poladdan möhkəm sədd çəkdirdi. Tayfa hücumlar qismən burada bir dənədir. Onlar ölən adama yas tutmurdular. Çünki bunun ölümə çarə olmadığını yaxşı bilirdilər. Burada da yaxşı sözüdür. Deməli, cavabımız 7B variantı. 8-də zərflər həm təsriflənən, həm də təsriflənməyən feilə aid olub onları izah edir. Doğrudur. Qabağına yanlış yazıldı, getdi. Miqdar zərfləri nə qədər sualına cavab verir, amma neçə sualına cavab vermir. Yanlışdır. Qabağına da yanlış yazıldığı üçün cavab B variantıdır. Təsirli halda işlənən yer zərfləri cümlədə zərflik ola bilir, zərflik ola bilmir. Təsirli halda işlənən yer zərfləri cümlədə zərflik ola bilmir. Doğrudur. Niyə zərflik ola bilmir? Çünki kimi, nəyi, haranı tamamlığın sualıdır. Bu fikir doğrudur. Qabağına yanlış yazılıb. Bu da getdi. Casına şəkilçisi yalnız zərf düzəltmir. Yanlışdır. Casına ancaq zərf düzəldən şəkilçidir. Qabağına doğru yazıldı deyə getdi. Gecə gündüz zərfləri həm zərf həm isimdir. Fikir doğrudur. Qabağına yanlış yazıldığı üçün getdi. 8-də oldu B variantı. 9-da düzəltmə zərf işlənmiş cümləni müəyyən edin. Məktəbimizdə xalq yazısı ilə yenidən yeni sözün kökü dən leksik şəkilçi. Cavabımız A variantıdır. Digərlərinə də baxıram. Direktorun yeni tapşırığı onu xeyli sözü sadədir. Səyahətə çalışan xeyli əkinci. Ümumiyyətlə burada sahədə çalışan xeyli əkinci gördük. Bizə xeyli sözü çaşdırır. Xeyli əkinci isminə aiddir. Ona görə də burada saydı. Say. Qırıcıları havaya qaldırmaq vaxtı çatmışdı. Yoxdur. Bax, bunların heç birində yoxdur. İstirahət edərkən qulluqçu Həsənə bir bağlama gətirdi. İstirahət edərkən feili bağlamadır. Deməli, burada da yoxdur. Cavab 9A variantı. 10-cu sualda zərflə bağlı doğru fikri müəyyən edin. Cümlə üzvü kimi ancaq mübtəda, tamamlıq, zərflik və xəbər olur. Yadınızda saxlayın ki, zərf bütün cümlə üzvü olur. Yer zərfləri təyin olur. Yer zərfləri təyin olur. Deməli, zərflər həmişə yox, əsasən hərəkətə aid olur. Bəzən əlamət bildirən sözlərə də aid olur. Təkcə təsriflənən feillər deyil, təsriflənməyənə də aid olur. Doğrudur. Məsəl üçün, çoxdan işləyirdi. Çoxdan işləyirdi. Burada işləyirdi təsriflənən feildir. Çoxdan sözü zərfdir. Bir də deyirəm ki, çoxdan işləyəndə hər şeyi daha yaxşı bilirsən. İşləyəndə feili bağlamadır, çoxdan yenə də zaman zərfidir. Cavabımız C variantıdır. Sintaktik və morfoloji sualı fərqli ola bilməz, ola bilər. Məsəl üçün, yuxarı hara, yuxarı mərtəbə hansı mərtəbə deməli olur. Düzəltmə zərflər həmişə zərfin özündə yox. Bu da səhvdir, həmişə sözü zərfdir. Deyiləni də səhvdir. Cavab onda C variantı. 11-ci sual. Hansı cümlədə zərf işlənməmişdir? A variantı həmişə, B variantı dəfələrlə, C variantı bir qədər, D variantı yavaş-yavaş, qaldı E variantı. Burada sizi çaşdıran gecə sözüdürsə, gecə sözündə hal şəkilçisi var. Gecə sözündə hal şəkilçisi var. Deməli, isimdir. Hansı cümlədə zərfin quruluşçu hərf növü? Bu dəfə mürəkkəbdir. Həmişəlik düzəltmədir, sadə yoxdur. Dünən sadədir, günorta düzəltmədir, mürəkkəbi yoxdur. Günorta mürəkkəbdir, düzəltməsi yoxdur. Hər dəfə mürəkkəbdir, lazımınca düzəltmədir, sadəsi yoxdur. Göz ucu mürəkkəbdir,
sonra sadədir, tələsik düzəltmədir. Cavab D variantıdır. Əvvəlcə sadədir, ehtiramla düzəltmədir, mürəkkəbi yoxdur. Cavab deməli oldu. Cavab D variantı. 12-də 13-cü suala baxaq. Venn diaqramına əsasən düz fikirləri müəyyən edin. Yağış aramla yağır. Günəşin şüaları da hərdən bir buludların arasından boylandıqca hey bərk vururdu. Aramla düzəltmədir, hərdən bir mürəkkəbdir, hey sadədir. Çoxdan tanıdığı dostunun sözünün təsirini həmişə görmüşdü. Çoxdan düzəltmədir, həmişə sadədir, indi sadədir. Onu dinləmək belə burada ədatdır. Ya ədat ola bilər, ya əvəzliyi ola bilər belə sözü. Ümumiyyətlə zərf olmur. Mürəkkəb tərzi hərəkət zərfi işlənmişdi. Birinciyə baxırıq. Hərdən bir buludların arasında, hərdən bir, nə zaman hərdən bir səhvdir. Zərflər yalnız fiilə aiddir. Baxaq, aramla yağır, hərdən bir boylandıqca hey bərk vurur. Həm çoxdan tanıdığı, həmişə görmüşdü, indi dinləmək. Deməli, 2 səhvdir. Niyə? Çünki ortaq olmalıdır. 1 səhv, 2 səhv, 2 səhv, 1 səhv. Cavab A variantıdır. Yenə də izah eləyək. Düzəltmə zərf işlənmişdi. Hər ikisində birincidə aramla, ikincidə çoxdan, 3 düzdür. Zaman zərfi işlənmişdi. Birincidə hərdən bir, ikincidə çoxdan, 4də düzgündür. Zərfin mənaca 1, quruluşca 2 növ işlənmişdi. Çoxdan həmişə indi, deməli, zaman mənaca 1. Quruluşca da çoxdan, düzəltmədir, həmişə indi, sadədir. Deməli, bu da düzdür. Deməli, bu da düzdür. 3, 4, 5 A variantı. 14-cü sual. Yalnız zərf kimi işlənən sözlər, möhkəm sözü bildiyiniz kimi sifət kimi də işlənir. Ora sözü yalnız zərfdir. İçini götürək. Qoşa-qoşa sözü fiili bağlamada ola bilər. Zərfdə ola bilər. Bu da getdi. Görüncə sözü ancaq görüncə fiili bağlama kimi işlənir. Zərf kimi işlənə bilməz. 4. Səhvdir. Çaparaq sözü fiili bağlama kimi də işlənə bilər. Zərf kimi də işlənə bilər. Vurğuları fərqlənir, amma ən azından hər iki cür işlənə bilir. İgidcəsinə yalnız zərf kimi işlənir. Cavab A variantı. Hansı cümlədə mürəkkəb zaman zərfi işlənib? A variantında işlənmişdir. Zaman zərfi. Göyün üzü birdən-birə tutuldu. Nə tərzdə tutuldu? Birdən-birə. Birdən-birə mürəkkəbdir, amma tərzdir. Bəlkə bir dəfəlik. Bir dəfəlik zamandır. Yox, bircə dəqiqə. Bircə dəqiqə. Bir dəfəlikdə mürəkkəb zaman zərfidir. Bir dəfəlik, ömürlük, həmişəlik, ömürlük. Kəmiyyət zərfidir. Kəmiyyət zərfidir. Yol üstü, tərz hərəkət zərfidir. Addım-addım tərz hərəkət zərfidir. Cavab oldu E variantı. E. Hansı söz birləşməsinin əsas tərəfi zərfdir? Burada yuxarı məhəllədə yuxarı aslı tərəfdir. Məktəbin həyətində ümumiyyətlə burada yoxdur, zərf yoxdur. Hər dəfə kəndin yuxarısında, kəndin yuxarısı 3-cü növ təyinli söz birləşməsidir. Əsas tərəfi yuxarı sözüdür. Cavab C variantıdır. Aşağıdakı çay daha qorxulu idi. Burada ümumiyyətlə zərf yoxdur. Aşağıdakı söz sifətdir. Bizim danışdıqlarımız onun xoşuna gəlmədi. Burada ümumiyyətlə zərf yoxdur. Müəllimə, sual verin. 17-ci sualda hansı cümlədə düzəltmə sifətdən əmələ gələn zərf işlənməmişdir? İşlənməmişdir. Əgər psixoloji cəhətdən döyüşdə fəal təşəbbüskar olmalı, əskər psixoloji cəhətdən döyüşdə fəal təşəbbüskar olmalı, yeri gələndə fədakarcasına düzəltmə sifətdən əmələ gəlib. A getdi. Biz əmələ gəlməmişdir tapırıq. İşçilərin iş saatlarından artıq müddətdə qanundan kənar işdə saxlamasını
İşçilərin iş saatından artıq müddətə qanundan kənar işdə saxlanmasına etinasızcasına münasibət bildirdi. Sözün kökü etina. Sız leksik şəkilci, casına leksik şəkilci. Etinasız sifətindən etinasızcasına zərf əmələ gəlib, bu da getdi. Qoy o da məni mənəvi dünyanın həyatına verməli. Qoy o da mənəvi dünyanın həyatına verməli olduğu töhfələri versin, qüvvətli, özünə məxsus və bəşəriyyət üçün xilaskarcasına çıxış etsin. Xilas sözün kökü kar, xilaskar sifətdir. Xilaskarcasına da sifətdən düzəlmiş zərfdir, bu da getdi. Saxtakar insanlar özünə öz saxtakarlıqlarını, saxtakarlıq isimli. Amansızcasına, aman isimli, amansız sifətdir, amansızcasına zərfdir, bu da işlənməmişdirə uyğun deyil. İgidlər şücaət göstərməklə sanki bir-biri ilə yarışır, düşmənlə qəhrəmancasına. Qəhrəman sadə sifətdir. Sadə sifət. 18-ci sual. İsimlə yaransın, zərf olsun, qələmlə isimdir. Acizanə sözü aciz sifətindən əmələ gəlib. Gözlük isimdir, ömürlük zərfdir, amma ömür ismindən əmələ gəlib qaldı qəhrəmancasına sözü. Hansı cümlədə zərf, sadə zərf işlənmişdi? Nə qədər çalışdım, nə qədər sual əvəzli idi? A getdi. Hər tərəfə qarışqa darışdığı üçün şirənin yerə dağıldığını anladı. Bu da getdi. O adamlar ki Bakıdadır, onlara Bakı isimdir, bu da getdi. Həkimin xəstəyə yanaşdığını görəndə bir qədər mürəkkəbdir. Biz sadə axtarırıq. Çətinliklə öncə zaman zərfidir, sadədir, E variantı. 20-də hansı cümlə 2 düzəltmə zərf? Onlar az-az mürəkkəbdir. Uzun sadədir. 2 düzəltmə. Balacalar evcik qururlar, uçurur, hərdən mübahisə edirlər, hərdən düzəltmədir, amma bir dənədir. Bu da getdi. Kəndimizi, evimizi, orada sadədir, bir dənə. Keçən uşaqlıq illərimi heç vaxt mürəkkəbdir, bizə 2 düzəltmə lazımdır. C-də getdi. Dedilər bu xəmir hələ sadədir, çox saydı burada, bu da getdi. Abbas Mirzə Rus qoşunlarına qarşı rəşadətinə düzəltmədir. Qəhrəmanlığı isimdir, amma həmişəlik sözü var burada. Cavab E variantı. 20-i. 21-də cədvələ əsasən uyğunluğun pozulduğu variant istəyir. Arxayınlıqla, nə tərzdə, tərzə hərəkət düzəltmədir. Arxayınlıqla, lıqla yox, arxayınlıqla. L yox, n olmalıydı. Cavab A variantı. Can başla mürəkkəbdir, tərz hərəkətdir, düzdür. Təsadüfən düzəltmədir. Tərz hərəkətdir, düzdür. Sırağa gün zamandır, sadədir, düzdür. Eyhamla düzəltmədir, tərz hərəkətdir, düzdür. Cavab 21-də oldu. A variantı. Yanlışı tapdıq. Bunu da hətta qeyd edeyim. Arxayınlıqla. Nümunənin birində düzəltmə zərfi işlənmişdir. İnişil sadədir. A getdi. Par-par bərk vurmaq, par-par mürəkkəbdir. B-də getdi. C variantında ümumiyyətlə zərf yoxdur. D variantında tez-tez mürəkkəbdir. Nə zaman? Sentyabrda. Sentyabr sözün köküdür. Da leksik şəkilci. A variantı. 23-də cəld, diklə, ehtiyatla. Deyiliş və yazılış arasında 4 fərqli məqam var. Mütləq yazmalıyıq. Ehtiyatla. Hara yazım? Ehtiyatla, cəld, diklə. Ehtiyatla, cəld, diklə. Cəld, diklə. T, D, X, N-la 5 fərqli məqam var.
Tərzi hərəkət zərfidir, quruluşca düzəltmədir. Hər ikisi tərzi hərəkət zərfidir, hər ikisi quruluşca düzəltmədir. Ona görə də ortaq fikirdir, 2 də səhvdir. Tərzi t səsi iştirak edir. Cəld, ehtiyat, hər ikisində iştirak edir. 3 düzdür. Həm kök, həm də şəkilçi hissəsi fərqli tələffüz olunur. Cəld, amma ehtiyatda yox. Ehtiyatda yox. Ehtiyatda t-dı əvəzlənməsi olmur. Ona görə 4 yanlışdır və biz düzgün fikirlər tapırıq. Uzun tələffüz olunur. Heç biri. 5 də səhv. Deyiliş və yazılış arasında 2 fərqli məqam var. Ehtiyat, ehtiyatla, nını doğrudur. 6 doğrudur. Cavab 3-6 D variantı. 24. Hansı cümlədə zərf işlənmişdir? Ürək kövrəkləşir sən oxuyanda. Sən də dinləsəydin mən oxuyanda. Aha, burada yoxdur. Hər ilin mart ayında soyqırımı qurbanları anılır. Anılır. Yox. Hər il birinci nöqtəyini söz birləşməsidir. Tərtər çayı nə zaman sual əvəzli idi? Hansı çılğın bir tufandan qaynayışın başlar sənin yoxdur burada da. Deyincən adamla bir məclisdə oturma burada da yoxdur. Bayaq zaman zərfidir. Cavab E variantı. Sonuncu sualımız 25-ci sualımız. Tez-tez zaman zərfidir. Xəstəyə tez-tez baş çəkmək lazımdır. Nə zaman? Zaman. Fəridə kitabı tez-tez oxuyur. Tez-tez burada tərzi hərəkət zərfidir. Buradan biri götürdük. Yeni gələn tikinti materialları qat-qat nə tərzdə yığılmışdı? Tərzi hərəkətdir burada da. Sahənin məhsuldarlığı qat-qat artdı. Nə qədər artdı? Nə dərəcədə artdı? Qat-qat. Şeir qoşaraq işini görürdü. Qoşaraq. Feili bağlamadır. Feili bağlama. Stolları qoşa-qoşa cüt-cüt düzün. 2-2 düzün. Cüt-cüt 2-2 altını götürdük. Və biz düzgün fikirləri götürdük. 1-4-6 cavabımız varmı? B variantı. Hamıya uğurlar arzulayıram.